Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərini 23 fevraldan 2 marta doğru nələr gözləyir? Su ünsürləri belə bir söz deyim, yavaş-yavaş dalğavız qalxır. Yavaş-yavaş Merkurun retrosu sizi aktivləşdirməyə keçir. Bugün həmin gündür ki, bizim suyun daha da dalğası, suyun daha da güclənməsi aktivləşəcəyi bir zamandayıq. Birinci balıqlardan başlayıq. Balıqlar bu həftə maddisalla bağlı edinmi, etməyimi, davam edinmi, gücləninmi, yatırım edinmi, xərcliyimmi, aktivləşim, mübadilə ilə bağlı, pul mübadiləsi ilə bağlı yarımçı olacağınız bir məqamda olacaqsınız balıqlar. Pis həftə deyil. Sadəcə olaraq bu həftə daha çox balıq qadınlar aktivləşə biləcəyi həftədir. Həm hamiləliklə, həm özlərini sağlamlıqla, qadın olaraq, düşüncə olaraq, beyin olaraq, emosional olaraq bu həftə bilirsiniz necə bir fırtına qaldıracaqsınız da dəniz üzərindən. Yəni da fırtına qaldıracaqsınız və hər şeyin heç nə boş olduğunu düşünəcəyiniz bir zamana keçəcəksiniz və dominantlığınızı çox balıq qadınları idarə edici bir vəziyyətə salacaqsınız və istəklərinizə görə idarə etmək istəyəcəksiniz. Pis həftə deyil, emosionallığınız var, sevgi, şəxsiyyətlə əlaqədar olaraq beyninizdə belə deyim də qərarsızlığınız normadan olacaq, ədalətli davranmağa çalışacaqsınız, maddisal ehtiyaclarınızı tamamlamağa çalışacaqsınız. Bu həftə çabalayacaqsınız, pilləkənləri yavaş-yavaş qalxmağa çalışacaqsınız balıqlar. Mükəmməl bir retro balıq bürcünə doğru keçid elədiyi üçün balıqlar. Yəni həm keçmişin dalğası gəlir, həm gələcək dalğavız güclü bir vəziyyətdədir. Sizə çox böyük səbir diləyirəm, çünki əməlli başlı belə deyim də böyük bir aktivləşmələr başlayacaq və mən elə gəlir, çox gözəl bir vaxtda keçirsiniz balıqlar və sizin ayınız olduğu üçün bu zamandan istifadə edin. Bu həftə dalğası çoxdur, amma bu qarma-qarışıqdan çıxacaq bir potensial enerjiniz var sizin, narahat olmayın. Xərçənglərə gələndə xərçənglər tənbəl vəziyyətindən ayrılırıq. Gözümüz açılır. Nə baş verir ətrafımızda, həyatımız necədir, insanların bizə danışıqları necədir, insanlarla sosiallığımızı bərpa edirik, transformasiya qüvvəmizi aktivləşdiririk, dominantlığımızı gücləndirik, emosionalımızı bir qırağa qoyuruq. Tənbəl, pasiv bədəndə kilo və yaxud da belə deyim də bədəninizdə tənbəli olan xərçənglər özünüzü tərpədirsiniz, özünüzü aktivləşdirirsiniz, beyin olaraq, düşüncə olaraq narazı qaldığınız və narahat edən nüansların qapılarını bağlayırıq. Zaten retro birinci növbədə sizi dalğalandırmağa çalışacaq Merkur retrosu. Amma buna baxmayaraq belə deyim də sizi qoruyan ay olduğu üçün, ayın da martın 3-də aktivləşməsi başlayacaq üçün sizə yeni bir qapılar açılmağa başlayacaq xərçənglər. Bu zamandan da istifadə etməyə məsləhət görürəm sizə. Maddisal olaraq təklifləriniz yeni olacaq, yuxularınıza fikir verirsiniz, baş, yaddaş, sağlamlıq, təzyiqlə əlaqədar narahatçılıqlarınız ola bilər, onlara fikir verin. Bir də bilmirəm, oynaq və diz və qol oynaqlarınızda nəsə bir narahatçılıqlar var sümüksel olaraq. Xərçənglər bunlara fikir verin. Pulla, maddiyyatla bağlı gözəl şanslarınız gələcək. Həftəni dəyərləndirsək 74%-ə qədər uğurlu edə bilərsiniz. Əqrəblər, sosiallıq artır. Əqrəblər parlamağa başlayırsınız. Sosiallığınız artır, qəfəsinizdən çıxmağa başlayırsınız, zamanı dəngələşdirməyə çalışırsınız. Ailənizlə, sevdiyiniz insanlarla vəhdətə gəlməyə çalışırsınız, bütövləşməyə başlayırsınız. Yəni görünməyə çalışın. Ailənizə, ətrafınızda sevdiyiniz insanlara daha çox vaxt ayırmağa çalışın. Çünki qəribə bir emosionallığınız var, qəribə bir durğunluğunuz var, özünüzü yeniləyə bilmirsiniz. Belə deyim də şənliyi və özünüzü aktivləşdirməklə bağlı yarımçıqlarınız normadan çoxdur. Bunları düzəltmək lazımdır. Hər tərəfdən belə deyim də biraz da yarımçıqlıq, hər tərəfdən də biraz boşluğunuz o qədər çoxdur ki, yenilənmək və özünüzü gücləndirməklə bağlı problemləriniz ciddi bir şəkildə aktiv olacaq. Amma buna baxmayaraq məncə güclənəcək insanlardan birinciləri rəqəblər siz olacaq. Çünki dəngəni sağlamaq, aktivləşmək, qəfəsindən çıxmaq və sosiallıq parlamaq, özgüvənimizin güclü bir formasını gücləndirəcəksiniz. 84%-ə qədər rəqəblər uğur əldə edəcəksiniz və çoxdan da ailənizə, özünüzə ayırmadığınız vaxtı mənə gəlir ki, bu həftənin sonlarına doğru rəqəblər ayırmağı bacaracaqsınız.